Sizdən xahiş edirik ki, xəbərə keçmədən öncə videonu bəyənin və rəy bölməsində fikirlərinizi bildirin. Dünyada və ölkədə baş vermiş ən son xəbərləri bizdən izləyin. Bunun üçün kanala abunə olmağı və bildiriş simvolunu açmağı unutmayın. İndidən təşəkkürlər. Azərbaycan və Gürcüstan mayın 26-dan Bakı-Tbilisi-Bakı marşrutu üzrə gündəlik sərnişin qatarları xidmətlərinin bərpası barədə razılığa gəliblər. Oxu24.com bu barədə İqtisadiyyat Nazirliyinə istinadən xəbər verir. Gürcüstanın baş naziri İrakli Kobaxidzenin UE13-də iştirak etmək məqsədilə Bakıya səfəri çərçivəsində Azərbaycan və Gürcüstan iqtisadiyyat, enerji və bağlantı sahələrində ikitərəfli əməkdaşlığın dərinləşdirilməsinə yönəlmiş hərtərəfli sazişlər toplusunun imzalanması ilə strateji tərəfdaşlıqlarını bir daha təsdiqləyiblər. İmzalanma mərasimi 18 may 2026-cı ildə Bakıda Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Gürcüstanın baş naziri İrakli Kobaxidzenin iştirakı ilə baş tutub. Hər iki lider imzalanmış sənədlərin əməkdaşlığın genişləndirilməsi baxımından əhəmiyyətini, xüsusən də Azərbaycan və Gürcüstanın bir çox ölkələr üçün bağlantı hub'ı kimi mühüm rolunu və bu istiqamətdə əməkdaşlığın daha da dərinləşdirilməsinin vacibliyini vurğulayıblar. İmzalanmış sənədlərə Gürcüstana təbii qazın təchizatı, Azərbaycan təbii qazının beynəlxalq bazarlara əlavə təchizatı üçün tranzit razılaşmalarının davam etdirilməsi, Gürcüstana elektrik enerjisinin tədarükü və Gürcüstan ərazisindən Türkiyəyə elektrik enerjisinin tranziti haqqında hökumətlərarası sazişlər, eləcə də Bakı-Tbilisi-Qars dəmiryolu layihəsi çərçivəsində aparılan modernləşdirmə işlərinin yekun qəbulu və tamamlanmasını təsdiqləyən Koordinasiya Şurasının protokolu daxildir. Yuxarıda göstərilən hökumətlərarası sazişlərin həyata keçirilməsi üçün hər iki ölkənin müvafiq dövlət enerji şirkətləri 15 oktyabr 2026-cı il tarixindən gec olmayaraq, bağlanacaq müqavilələrin başlıca kommersiya parametrlərini müəyyən edən əsas şərtləri imzalayıblar. Bundan əlavə, Azərbaycan Respublikası Dövlət Neft Şirkəti Socar Midstream Operations MMCM və Gürcüstan Neft və Qaz Korporasiyası (QOQC) arasında qərb marşrutu ixrac boru kəmərinin Gürcüstan hissəsinin, o cümlədən Supsa neft terminalı və əlaqəli infrastrukturun istismar şərtlərini müəyyən edən əməliyyat sazişi üzrə əsas şərtlər imzalanıb. Koordinasiya Şurasının protokolu həmçinin müvafiq dəmiryolu infrastrukturunun dəmiryolu xəttinin idarə olunmasına nəzarət etmək üçün BTK Dəmiryolları MMC birgə müəssisəsinə ötürülməsini rəsmiləşdirib ki, bu da regional bağlantının gücləndirilməsində mühüm addımdır. Tərəflər əlavə olaraq 26 may 2026-cı il tarixindən etibarən Bakı-Tbilisi-Bakı marşrutu üzrə gündəlik sərnişin qatarları xidmətlərinin bərpası barədə razılığa gəliblər. Bakının ən böyük problemlərindən biri yağış sularının idarə olunmaması ilə bağlıdır. Uzun müddətdir ki, paytaxtımız bu problemlə üz-üzədir. Hətta yağış suları insan həyatına da son qoydu. Bütün bunlara baxmayaraq, bu problem hələ də həllini tapmayıb. Bəs yağış sularının idarə olunmasında hansı qurumlar məsuliyyət daşıyır? Oxu24.com xəbər verir ki, yağış sularının idarə olunması və kənarlaşdırılması yerli infrastrukturun mühüm hissəsidir. Azərbaycan qanunvericiliyinə əsasən yağış sularının kənarlaşdırılması və daşqınların qarşısının alınması bələdiyyə və müvafiq icra hakimiyyəti orqanlarının, yerli su kanal idarələri, birgə fəaliyyəti ilə tənzimlənir. Bələdiyyələrin rolu yağış suları nəticəsində yaranan fəsadların, sel, yolların su altında qalması, aradan qaldırılmasında təşkilatçılıq edir. Zəruri abadlıq işləri aparır və yerli əhəmiyyətli su təsərrüfatı məsələlərində iştirak edirlər. İcra qurumları, kanalizasiya və yağış suyu xətlərinin çəkilməsi, təmizlənməsi və əsaslı infrastruktur tədbirləri əsasən dövlət su təchizatı qurumları, məsələn, Azərsu tərəfindən həyata keçirilir. Görünən odur ki, bugünədək adı çəkilən səlahiyyətlilər hələ də bir iş görə bilməyib. Əks halda Bakı yağışla üz-üzə qalmazdı. Azərbaycan Respublikasının Əmək Məcəlləsinin əvvəlki redaksiyasında verilən 130-cu maddəsinə əsasən, İşçinin xahişi ilə həyat yoldaşları doğuşla əlaqədar məzuniyyətdə olan kişilərə 14 təqvim gününədək ödənişsiz məzuniyyət verilirdi. Son dəyişikliklərdən sonra məcəllənin 125-ci maddəsində qeyd edilib ki, uşağının doğulması ilə əlaqədar kişilərə tibb müəssisəsinin arayışı əsasında doğuşdan əvvəl və doğuşdan sonra olan dövrdə cəmi 14 təqvim günü müddətində ödənişli məzuniyyət verilir. Oxu24.com xəbər verir ki, əmək qanunvericiliyi üzrə ekspert Kəmalə Yusifova yeniliyin təcrübədə tətbiqi və atalıq məzuniyyətinə görə ödənişin hesablanması zamanı yaranan suallara aydınlıq gətirir. Əmək Məcəlləsinin 125-ci maddəsindən də aydın olduğu kimi, 14 təqvim gününün biri mütləq şəkildə uşağın doğuş zamanına təsadüf etməlidir.
Yəni uşaq doğulduqdan sonra və ya uşağın doğulmasına qədər 14 gün məzuniyyət verilməsi təyin edilməyi. Atalıq məzuniyyətinin hesablanması isə Əmək Məcəlləsinin 177-ci maddəsinə əsasən həyata keçirilir. İşçinin orta əmək haqqı ödənişdən əvvəlki 2 təqvim ayı ərzində qazandığı əmək haqqının cəmi həmin aylardakı iş günlərinin sayına bölünməklə 1 günlük əmək haqqı tapılır və alınan məbləğ əmək haqqı saxlanılan iş günlərinin sayına vurulmaqla müəyyən edilir. 2 aydan az işləmiş işçilər üçün orta aylıq əmək haqqı bu qaydada hesablanır. İşçinin faktiki işlənmiş günlər ərzində qazandığı əmək haqqını həmin günlərə bölməklə 1 günlük əmək haqqı müəyyən edilir. Alınan məbləğ əmək haqqı saxlanılan iş günlərinin sayına vurulur. Yuxarıda göstərilən hallarda hesablanmış 1 günlük əmək haqqı qismən ödənişli sosial məzuniyyətdə və işə götürənin təşəbbüsü ilə ödənişsiz məzuniyyətdə olması, eləcə də işçinin təqsiri olmadan boşdayanma səbəblərindən sonuncu 1 günlük əmək haqqından az olduğu halda sonuncu 1 günlük əmək haqqı tətbiq edilir. Orta əmək haqqı müəyyən edilərkən Əmək Məcəlləsinin 157-ci maddəsində nəzərdə tutulmuş əməyin ödənilməsi üzrə bütün növ ödəncilər hesaba alınır. Orta əmək haqqı hesablanarkən nəzərə alınan və alınmayan ödənclər müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir. Qeyd edək ki, Əmək Məcəlləsində edilmiş mühüm dəyişikliklərdən biri də məzuniyyətin sonuncu əmək haqqı ilə müqayisə olunmasıdır. Məcəllənin 111-ci maddəsinə əsasən məzuniyyətdə olduğu müddət ərzində işçinin iş yeri, vəzifəsi, peşəsi və bu məcəllədə nəzərdə tutulmuş hallarda sonuncu əmək haqqından az olmamaqla orta əmək haqqı saxlanılır. Bu müddət işçinin əmək stajına, həmçinin ixtisası üzrə stajına daxil edilir. Rusiyanın Ukraynadakı hərbi kampaniyası ciddi problemlərlə üzləşib və hazırda cəbhədə irəliləyiş templəri son 2 ilin ən aşağı səviyyəsinə düşüb. The Wall Street Journal nəşrinin hərbi ekspertlərin rəylərinə istinadən hazırladığı təhlildə bildirilir ki, Ukrayna ordusu son aylarda həm taktik, həm də texnoloji üstünlük əldə etməyi bacarıb. Nojoment az xəbər verir ki, materialda Rusiyanın hərbi cəhətdən çətin vəziyyətdə olduğu, lakin bunun hələlik Kreml rəhbərini geri addım atmağa məcbur edəcək həddə çatmadığı vurğulanır. Rusiyanın işləri pis gedir. Lakin Putini planlarından əl çəkməyə məcbur edəcək qədər pis deyil. Məqalədə qeyd olunur ki, hazırda Rusiya ordusunun cəbhədəki itkiləri hər ay 10 minlərlə hərbçi təşkil edir. Ukraynanın əldə etdiyi üstünlüyün əsas hərəkət verici qüvvəsi isə daxili istehsal olan orta mənzilli dronlardır. Bu pilotsuz aparatlar Rusiyanın dərin arxa cəbhəsindəki logistika qovşaqlarını, qərargahları, hava hücumundan müdafiə, və idarə etmə sistemlərini effektiv şəkildə sıradan çıxarır. Hərbi analitik Robley sözlərinə görə, Rusiyanın bu cür məsafələrdə cavab zərbələri endirməsi getdikcə daha da çətinləşir. Digər tanınmış hərbi ekspert Frans Stefan Gadi isə hesab edir ki, Ukrayna hazırda bir çoxlarının gözlədiyindən daha güclü mövqedədir. Lakin o müharibənin qarşılıqlı adaptasiya, uyğunlaşma dövrlərindən ibarət olduğunu xatırladaraq əlavə edib. Əsas sual Rusiyanın Ukraynanın bu texnoloji sıçrayışına qarşı hansı cavabları tapıb tapmayacağıdır.